Pak nəfəsli insanın bir dənə kəlməsi bəzən kifayətdir. Bir kəlmə vallahi. Əllamə Məhəmməd Təqi Məclisi bir nəfər yaxınlarından biri gəldi, dedi ki, qonşusundan gileyləndi. Dedi, mənim bir qonşum var, daha günahların içində boğulur da, çoxdur günahları və s. Biraz da güclü insan idi, nüfuzlu insan idi. Dedi, bəs istəyirəm sən ona bir kəlmə deyəsən. Dedi, yaxşı bir məclis olsa məni də çağır, onu da çağır. Deyir, bu da gəldi, o da gəldi. Belə sayğı da göstərməzmiş, ehtiram eləməzmiş din alimlərinə və s. Gəldi, gördü bu alim də, bunu da tanıyırdı da, məşhur adamdır. Bu alimi görən kimi üzünü tutdu bu həmən bu şəxs, o günahkar. Dedi, bu siz alimlərin, ruhanilərin sözü nədir? Nə deyirsiniz? Yəni, bu neçə vaxt danışırsınız da, bu 40 ildir minbərdə söhbət edirsiniz. Bu cümlə, bir dənə cümləyə yığın görüm, nə deyirsiniz dərdiniz? Nə demişsiniz bu cəmaata? Deyir, o alim baxdı Əllamə, dedi ki, birinci sən de görüm, sənin sözün nədir? Ondan sonra mən deyərəm, mənim sözüm nədir? Sənin qaydaların nədir? Bir qaydalarından birini mənə de görüm. Bu baxdı, gördü, bu belə dedi, yaxşı dedi, mənim bir neçə qaydam var, bir qaydam da budur. Nədir? Mənim bir qaydam budur ki, kimlənsə ki, duz çörək kəssəm, duz çörək kəssiyim, insanın haqqını həmişə əda eləyərəm, tapdalamaram. Bunu deyən kimi alim qayıtdı ki, neçə yaşın var? Dedi, 60. Dedi ki, 60 ildə Allahın duz çörəyin yiyirsən. Heç bir dəfə düşünmürsən ki, onun haqqını əda eləyim. Tutuldu. Tutuldu. Ya söz yoxdur. Söz olsa burada nəfsin sözüdür, Allah sözüdür, fitrət sözüdür. Burada da söz yoxdur, sən Allah. Qutar. Gözləri doldu. Gözləri doldu, çıxdı məclisdən. Çıxdı məclisdən, məclis bitdi, sabahsı gün gəldi, o dostunu çağırdı. Dedi, o kimdir, o kişi ilə mənimlə görüşdü. Getdi onunla görüşdü. Dedim, mən yolundur tövbənin. Bu kişinin əlinə tövbə edin. Gözüm bir cümlə deyə belə, yəni çox eşitmişik də. O kişinin nəfəsinə bax. Titrətdi onu.